Bəzən biz qonşumuzda, dostumuzda və ya iş yoldaşımızda zorakılığa məruz qalmanın izlərini görürük. Qorxu dolu baxışlar, səslər, daimi gərginlik və yaxud da izah oluna bilməyən yaralar. Amma çox vaxt ailə məsələsidir, qarışmaq olmaz deyib susuruq. Bu susqunluq zorakılığı gücləndirən ən təhlükəli amildir. Əgər birinin zorakılığa məruz qaldığını görürsünüzsə, onu dinləyin və tək olmadığını hiss etdirin. Sən niyə dözürsən şəklində tənqidi yanaşmadan qaçın. Əvəzində isə deyin, sənin yanındayam və əgər istəyirsənsə birlikdə kömək axtara bilərik. Zorakılıq halları barədə 116-111 qaynar xəttinə, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, polis idarələri və ya şöbələri, icra hakimiyyətləri və Sosial Xidmətlər Agentliyi kimi müvafiq qurumlara məlumat vermək kiminsə həyatını xilas edə bilər.